Və sonra müəllif buyurur ki: "Va'lem rahmekallah ennehu la yetimu islamu abdin hatta yakuna muttabi'an musaddiqan musalliman." Allah sənə rəhm eləsin. Bil ki, bir insan şəriəti tam təsdiq etmədikcə, Allahın, Rasulunun hökmlərinə tam təslimiyyət göstərmədikcə, qeyri-şərtsiz şəriətə tabi olmadıqca, onun İslamı tam, kamil sayılmaz. Necə ki Allah Azza və Cəllə buyurur ki: "Fələ və rabbikə la yu'minun hatta yuhakkimuka fima şəcərə beynəhum, thumma la yecidü fi anfusihim haracan mimma qadaytə və yusallimu təslimə." Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında çıxan mübahisələrdə səni, ey Muhammed, hakim təyin etmədikcə və sənin verdiyin hökmə nəfslərində bir sıxıntı duymadan tam bir şəkildə təslim olmadıqca, onlar həqiqi mənada iman etmiş sayılmazlar. Yəni kamil iman. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "La yu'minu ahadukum hatta yakuna havahu tab'an lima ji'tu bi." Sizdən biri öz nəfsi istəklərini mənim gətirdiklərimə tabe elətdirmədikcə, o həqiqi mənada iman etmiş sayılmaz. Və müəllif də belə deyir: "La yetimmu islamu abdin." Bir qulun, bir müsəlmanın İslamı tam, kamil olmaz, hətta o tərəddüd etmədən, şək şübhədə olmadan şəriətin bütün əhkamlarını təsdiqləmədikcə və o əhkamlara qeyri-şərtsiz tabi olub təslim olmadıqca. فَمَنْ زَعَمَ أَنَّهُ بَقِيَ شَيْءٌ مِنْ أَمْرِ الْإِسْلَامِ لَمْ يَكْفُونَاهُ أَصْحَابُ مُحَمَّدْ فَقَدْ كَذَّبَهُمْ. Və kim ki iddia etsə ki, İslamın hökmlərindən hansısa bir hökm qalıb və Muhammed aleyhissalatu vesselamın əshabı o hökmü bizə çatdırmayıb, fəqat kəzzəbəhum. Belə bir şeyi iddia edən o sahabələri yalanlayandır. Kim belə bir iddia etsə artıq sahabələri yalanlayıb. Və bu məsələ ki var, فَمَنْ زَعَمَ أَنَّهُ بَقِيَ شَيْءٌ مِنْ أَمْرِ الْإِسْلَامِ. Kim iddia etsə ki, İslamın hökmlərindən nəysə qalıb və bizə gəlib çatmayıb. Bunu kim iddia edə bilər? Yəni, müsəlman birisi belə iddia edə bilər? Edə bilər. Necə? Elə əslində hər bidət ortaya çıxaran bunu iddia edir. Ağız dili ilə etməsə də hal dili bunu deyir. Ağız dili ilə bunu deməsə də. Çünki yazıq, miskin o etdiyi bidətin və ya ortaya çıxartdığı bidətin fərqində deyil. Keçən dəstə də dedik. O elədiyi əməlin, bidətin nə olduğunun fərqində deyil. O biri Said ibn-i Musayyibə deyir ki, sən iddia edirsən ki, o sübdən sonra qıldığım 2 rükətə görə Allah mənə cəza verəcək. Said nə deyir? Deyir, qıldığım bu 2 rükətə görə yox. Lakin sünnəyə müxalif olduğuna görə bəli. Bidətçi başa düşməyib problem hardadır. Ona görə əslində hər bidətçi ağız dili ilə deməsə də, hal dili ilə bunu demiş olur. Bidət çıxarmasıyla ki, sən demə dində, şəriətin əhkamlarından, İslamın hökmlərindən nəysə olub və Allah Rasulü və onun əshabı onu bizə çatdırmayıb, bunu mən çıxartmışam. Mənim şeyxim çıxarıb. Bidət nə deməkdir? Bidət dində əsli olmayan bir şeydir. Sonradan Allaha ibadət qəsdi ilə ortaya çıxan əməllər. Bunu çıxarıblar və sonra nə deyiblər? Deyiblər ki, bid'atul həsənə. Gözəl bidət. Adını da qoyublar gözəl. Deməli, sən demək istəyirsən ki, belə bir xeyir əməl olub. Elə bir əməl ki, bu əməl məni Allaha yaxınlaşdıracaq, mənə əcr savab qazandıracaq bir əməldir. Bu əməli Allah Rasulü ümmətinə öyrətməyib. Allah Rasulunun əshabı bu əməli bizə çatdırmayıb. Mən məsələn 18-ci əsrdə, 15-ci əsrdə, 21-ci əsrdə bunu çıxarmışam. Ona görə imam deyir ki, فَمَنْ زَعَمَ أَنَّهُ بَقِيَ شَيْءٌ مِنْ أَمْرِ الْإِسْلَامِ. Yəni, bura işarə edir. Bunu demək istəyir. Kim iddia etsə ki, İslami hökmlərdən
nəysə bir şey qalıb və onu Muhammed aleyhissalatu vesselam'ın əshabı bizə çatdırmayıb, fəqət kəzzəbəhum. Bunu iddia etməsiyle artıq Allah Resulü'nün əshabını o yalanladı və kəfə bihi furqatan və ta'nan aleyhim. Elə bunu deməsi bəs edir ki, bu onunla Allah Resulü'nün əshabına tənə elədi. Hatta İmam Malik rahmetullahi aleyh bundan da artığını deyir. Bilirsiniz nə deyir? Deyir ki, mən ibtəda'a fil İslami bid'atan yaraha hasanən fəqad za'ama enne Muhammeden xanə risalə. Kim dində bir bidət ortaya çıxara və onu gözəl görərsə, o iddia etmiş olur ki, Muhammed aleyhissalatu vesselam öz risalətinə xəyanət edib. Allah Resulü xaindir. İmam Malik bundan da artığını deyir. İmam Bərbəhari deyir, kim belə iddia eləsə, sahabələri yalanlamış olur. İmam Malik deyir ki, kim dində bidət çıxarıb və desə ki, bu bidət gözəldir, o iddia etmiş olur ki, Muhammed sallallahu aleyhi ve sellem öz risalətinə, yəni Allah'tan ona gələn vəhyə xəyanət edib. Necə? Necə xəyanət edib? Yəni, demək istəyir ki, İmam Malik, sən demə. O, 15-ci əsrdə, 21-ci əsrdə, 6-cı əsrdə ortaya çıxan o bidət ki var, sən demə Allah'ın Rasuluna endərdiyi vəhiylər içərisində olub, göndərdiyi şəriət içərisində olub nazil etdiyi və Allah Rasulü onu ümmətinə çatdırmayıb. Deməli, xəyanət edib də 15-ci əsrdə bu kiməsə aydın olub. Deyib ki, belə bir şey var imiş. O da xeyirdir, o da gözəldir, edin, Allaha yaxınlaşacaqsınız. Necə bu əməl bizi Allaha yaxınlaşdıran əməl ola bilər ki, o Allah Rasulundan, onun əshabından gizli qalıb? Və sonra İmam Malik bunu deyərkən nəyi dəlil gətirir? Yüce Allah'ın bu ayəsini Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi kamil etdim. Yəni din Allah Resulü Aleyhisselatü Vesselam'ın zamanında artıq kamil idi. Və sonra İmam Malik rahmetullahi aleyh gözəl bir söz deyir. Deyir, o gün Allah Resulü'nün, əshabının zamanında din olmayan bir şey bugün də din ola bilməz. Necə ola bilər ki, o gün o din deyildi, dində yox idi. Sən bugün deyirsən ki, o var, o dindəndir. O gün dindən olmayan bir şey bugün də dindən ola bilməz. Və sonra müəllif buyurur ki, belə birisi, bunu iddia edən birisi mubtadi'un dallun mudil. Bidətçidir, azmış və insanları azdırmış, muhdisun fil İslami mə leysə fih. Və İslamda olmayan bir şeyi qondaran, ixtira edən, sonradan ortaya çıxaran birisidir. Ona görə sələflər deyərdilər ki, dinuna dinul ittiba və la ibtida. Bizim dinimiz ittiba dinidir. İttiba, yəni tabi olmaq dini. İbtida, yəni bidət çıxarmaq dini deyil. Və bu söz əslində Abdullah ibn Məsudun sözüdür. O deyirdi ki, ittabi'u və la təbtədi'u. Siz tabi olun sünnətə. Özünüzdən din adına ortaya şeylər çıxarmayın. Ona görə İmam rahmetullahi aleyh sözünün əvvəlində dedi ki, Allah sənə rəhm eləsin. Bil ki, bir müsəlman şəriəti tam-tamına təsdiq etmədikcə, qeyri-şərtsiz, tərəddüdsüz şəriətə tabi olmadıqca, onun İslamı Allah qatında kamil sayılmaz.